Hər kəsə salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bu gözəl səhəri sizinlə bölüşmək istəyirəm. Standart olaraq səhər ilk işimiz mallara baxmaqdır. Otlarını, yemlərini, sularını verib inəyi sağıram. Quzuların da otunu, yemini, suyunu verib toyuqlara, cücələrə dən səpib evə gedirəm. Mən evə gələndə oğlum süt istədi, mən də ona bişirib verdim. Mən işimi bitirənə kimi evdəkilər səhər yeməyini yemişdi. Mən də bu cür özümə yemək hazırladım. Əvvəlki videolarda sizə demişdim ki, kartof toxasının birincisini etmişik. Bizdə artıq ikinci toxa da çatıbdı. İnşallah ki, bugün də ikinci toxanı etməyə başlayacağıq. Birinci toxada kökündə olan torpaqları yaylaşdırırıq. İkinci toxada isə torpağı kökünə tökürük. Yerimizin bu hissəsini də əkdirib hazırladıq. İnşallah ki, bu hissəsində də pomidor, reyhan, xiyar, lobya saçacaq. Allah heç kəsin əziyyətinə hədər etməsin. İnşallah bol-bol məhsul götürərik. Artıq pomidor şitillərimiz də hazırdır. İnşallah bunları da gələn videolarda göstərəcəm necə vururuq. Digərləri isə bibər, badımcan, reyhan şitilləridir. Onlar hələ xırda olduğu üçün vurulmur. İşləyib yorulduq, bir stəkan çay içək ki, enerjimiz yerinə gəlsin. Günorta yeməyi üçün də küftə hazırladım. Bunu pendir mayası ilə hazırlamışam. Pendiri necə hazırlayırıq, o üsulla edirik. Sadəcə pendirə forma verdiyimiz kimi yox, bunu əlimizlə qarışdırırıq. Çox dadlı alınır. Bundan mən piraşka hazırlayacağam. Xəmirini su ilə yox, qatıqla yoğuracam. Əgər bu üsulla etsəniz, xəmiri çox yumşaq və kövrək olacaq. Dadına isə doymaq olmur. Keçək xəmirin hazırlanmasına. 2 ədəd yumurta, 3 stəkan qatıq, 1 xörək qaşığı duz, biraz pesoq, 5 xörək qaşığı duru yağ, 1 çay qaşığı droş, aldığı qədər də un. İçərisində heç bir Holland pendiri yoxdur. Mən özüm evdə hazırladığım pendirdən istifadə etmişəm. Necə olduğunu siz də görürsünüz. Dadına isə doymaq olmur. Günorta malları bağçaya bağlayırıq. Sularını verib yerlərinə bağladım. Qonaq getdiyimiz yerdə o qədər gözəl çiçəklər vardı ki, mən də biraz onları yığıb qaydanda özümlə birlikdə gətirdim. Hələ bir bunların gözəlliyinə baxın. İnsan baxmaqdan doymur. Bilirsiniz ki, kanalım çox yenidir. Bu yolda mənə dəstək olmaq üçün abunə olmağı, bəyənməyi və fikrinizi mənimlə bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.